Müasir dövrdə uşaq və yetişmələrin intellektual səviyyələrinin, bacarıq və qabiliyyətlərinin inkişafında asudə vaxtın mənalı təşkili mühüm rol oynayır. Bütün bunların onların sağlam ruhda böyümələrinə də müsbət təsir vardır. Odur ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili vacib məsələlərdən biri olduğundan istər ümumtəhsil, istərsə də məktəbdən kənar müəssisələrdə bu iş yüksək səviyyədə təşkil olunmalıdır. Keçirilən tədbir və ekskursiyalarda valideyn himayəsində məhrum uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlar, şəhid və qazi övladlarının iştirakı təmin olunur. Xüsusilə də ənənəvi olaraq hər il Ağbulaq İstirahət Mərkəzində 3 günlük yay düşərgəsi təşkil olunur ki, bu da onların asudə vaxtın səmərəli keçirilməsinə şərait yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu il şəhərsalma və memarlıq ili çərçivəsində uşaqların tarixi abidələrə, muzeylərə ekskursiyası təşkil olunması nəzərdə tutulur. Uşaqların xoşbəxt, firavan yaşamasının əsasında məhz dövlətimizin yüksək diqqət və qayğısı dayanır. Hər birimiz bu qayğının timsalında uşaqların mənəvi cəhətdən kamilləşməsi, onların vətəninə, xalqına layiq gənclər kimi formalaşması üçün səy göstərməliyik.